Arafa günü orucu. Arafa günü orucu şək yoxdur ki, Allah Resulü sallallahu aleyhi və səlləmdən varid olub. Necə ki, Səhih Müslimdə gəlir ki, Əbu Qatadədən ki, Suilə an sumi yevmi Arafa, Arafa günü orucu haqqında soruşuldu. Fəqal, yükəffirus sənətil mədiyyət vəl bəqiyyətə. Allah Resulü sallallahu aleyhi və səlləm cavabında deyir ki, keçən ilin və gələn ilin, yəni bu ilin günahlarını silib aparır. Və belə təqrib olaraq belə hədislər varid olub Arafa gününün fəziləti haqqında, yəni oruç tutma haqqında və Allah Resulü sallallahu aleyhi və səlləmin deməsi ki, keçən ilki və bu ilinki günahların silinməsi nəyə göstərir? Göstərir ki, bu günün nə qədər əzəmətli bir gündür ki, hər bir kəs həris olmalıdır oruç tutmağa. Çünki oruç tutmaq insana verilən neymətləri xatırladır və o acılıq olan neymətin qədrini bilir. Və bu baxımdan da Allah Resulü sallallahu aleyhi və səlləm nə deyir? Təsəhharu fə innə fis-səhhur bərəkə. Sahur edin, yəni Arafa gününün artıq fəcrdən öncə sahur edin, yəni yemək yiyin. Hətta başqa desə gəlir ki, bir qurtum su olsa belə. Ki orada nədir? Sahurda bərəkət var. Və bu baxımdan Arafa günündə çalışmaq lazımdır ki, hər bir kəs oruç tutmağa. Arafa orucunun hökmü müstəhəbdir. Yəni müstəhəb nə deməkdir? İstəyərsə oruç tutar, istəyərsə tutmarsa. Buna görə də əgər oruç tutmasa belə, onun üçün günah yoxdur. Amma şək yoxdur ki, oruç tutması onun üçün daha gözəldir. Necə ki, qeyd edilir ki, onun günahlarının silinməsinə səbəbdir. Və buna görə Allah Subhanahu taalanın rəhmətinin sübutudur ki, Allah Subhanahu taala öz qullarına qarşı necə də mərhəmətlidir ki, Allah Subhanahu taala müəyyən günlər öz qullar üçün seçir ki, qulları o müəyyən günlərdən istifadə edib Allaha tərəf yönəlib və öz günahlarını sinsinlər deyə belə fəzilətli, belə xüsusi günlər ayırır ki, biz o günlərdən istifadə edək.